Salam xanımlar, bugün video getməmişdən əvvəl sizə bir şey danışmaq istəyirəm. Deməli, Ülviyə bacının vlog kanalı haqqında sizə məlumat verməli istəyirəm. Bəlkə də bir çoxunuz abunəsiniz, tanıyırsınız bacının kanalını. Çox gözəl vloglar çəkir, ev vlogları, öz ailəsindən olan vloglar, qışa hazırlıq videoları, gündəlik ev işləri haqqında çox gözəl vloglar çəkir. Yəni, baxsanız peşman olmarsınız da. Amma bacı bu aralar spamdadır, onun üçün sizdən dəstək istəyirəm, bol yorum istəyirəm. Aşağı tag eləyəcəm, bacının kanalına keçib son videosuna yorum yazmanızı sizdən xahiş edirəm. Bilirəm, hər birinin çox gözəl qəlbi var. 2 dəqiqə vaxtınızı ayırıb yorum yazsınız, abunə olsanız çox sevinərəm. Didən edən hər kəsə bol təşəkkürlərimi bildirirəm. Nə yaxşı ki varsınız. Allah hər birinizdən razı olsun. Səsimə də baxmayın, bu aralar biraz xəstələnmişik. Yəni hamı sağaldı, indi mən xəstələnmişəm. Çox dəhşət boğazım ağrıyır. Belə xanımlar, bu halımla sizdən kömək istəyirəm, xahiş edirəm. Bacının kanalına dəstək olsanız çox sevinərəm doğrudan. Bu qədər. İndi keçək videomuza. Salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Necəsiniz? İnşallah ki, hər biriniz çox yaxşısınız. Bugün Aytac üçün məktəb alışverişinə gedirik. Ona görə istədim bunu vloglayım. Çoxdan da heç yerə gedirəm. Hayca. Yox, onu geyim. İndi İsmail'i də özümüzdən aparırıq. Çünki bibim balaca həm körpəyə, həm İsmail'ə baxa bilmir. Çünki İsmail çox döymək istəyir balacanı. Ona görə ancaq 2-3 nəfər evdə olanda güclə qoruyuruq. Hələ elə qoruya da yenə də vurur. Yox, o atanın ayaqqabısı da aşkım. Hə, belə. Onun kimi İsmail'ə aparaq, qoyacam bibimin yanına. Bibimin 2-3 saatlıq, sonra gedəcək Aytaca ayaqqabı falan alacaq. Bir də Temudan bir-iki şey sifariş edib özü üçün, məktəb üçün. Onları da sizinlə paylaşacağım. Belə. İndi geyinmişəm, belə İsmail'də geyindirmişəm. İsmail'də bütün ayaqqabıları, qapının arasındakı ayaqqabıların hamısı geyinir ki, mən geyindim. İndi Aytacı gözləyirik. Mən hazıram həmişə kimi. İsmail də hazırdır. İndi Aytacı gözləyirik. Aytacı gəlsin. Gedək. Hara getsən? Sən hara getsən? Cəmlə nəniyə getsən? Aferin sən. Aferin sən. Gözləyir. O sənin ayaqqabın deyil. Sənin ayaqqabın. Krasovkadan sən? Ona. O yox, onu yox, o soyuqdur artıq. Krasovka geyinəcək. Papaqlı. Papaqlı. Papaq. Aferin sən. Qəşəngmən. Azərbaycan sınav yazmışdıq, 4-cü gün. 30 sualda yazmışdıq. Hardasa 80 yox. Abaca. 80 bala çıxmışam. O yüzden. Abaca. Orada da gedəcəyini baxmaq Azərbaycana. Haydi. Nə? Gəlcə gedək. Gəl aşkım. Belə düşdük avtobusdan. İndi gedirik İsmail'i verənlə. Gəl. Gəl, gedirik. Hə, İsmail'lə Aytac qoyca danışacağım. İndi düşdük, aparaq bibimə verək İsmail'i. Oradan da gedək Sarinəyə. Sarinədə qəşəng endirimləri var, gedək görək orada. Olmasa bazara düşərik. Döy qapını. Necə döş? Çəkil, açır. Gəldik birinci Sarinəyə. Görək Sarinədə ayaqqabı tala bilirik mi? Belə. İndi gəldik bura baxmağa, bazara. Burada da fərqli ayaqqabı yox. Çox çeşid olan adam heç seçə bilmirik. Mən heç seçə bilmirəm çox çeşid olan. Çünki hamısını istəyirəm. Ekonoma gəldik.
Belə bir şey var. Bu çox qəşəngdir. Mesela xoşum gəldi. Zaten xoş gəlməyib, amma qəşəngdir. İndi bu 38 razmərdir. 39 razməri gözləyirik açsınlar. Buralar nə qədər adam var, narsız. 19.90. Bunun neçəncisi? Alsı. Belə. Ekonomdan güc bala ilə ayaqqabımızı aldıq, çıxdıq. İndi əslində yubka almayacaqdıq Aytaca. Çünki bu il axırıncı ildir. Amma dirəşib ki, mən yubka istəyirəm. Sarı nədə bir dənə yubka gördü. Onu istəyirəm. Gedirik təz. O da təzdən gedirik bir də o yubkanı görək. Əyni olursa alsın. Bura yığıb məni, bura. Sonuncu ildən sonra. Sonuncu il gələcək ki, universitetə gedirəm. Universitet paltarı alım. Belə, gəldik Ordubada. Artıq corab falan alırdı özünə. Çok değil mi? Geçerli bu. 3 manat. Belə, gəldik Ordubada. Yubka əyninə, çəkmə yadına çıxıb. Yubka əyninə balaca oldu. Yəni uzunluq o deyil də, yəni. Belə, biz də gəldik Ordubada. Buradan buralara baxaq. Çoxdan da Ordubada gəlməyib. Belə, bu aralar vaxtıda İsmail'ə bayrağı öyrəndiblər. Azərbaycan deyir. Rənglərini də mən öyrətmişəm. Xoşu gəlir. Onun üçün bir dənə bayraq alıram. Və biz buradan çoxlu kitablar alırdım, amma gördüm ki, İsmail heç birinin qədrini bilmir. Ona görə də saxladım. Mən əslində istəyirdim, çox intellektli uşaq böyüdüm, amma mənim uşağım o deyil də. Sibah! Nədir bu? Nədir? Nədir? Mən gəldim çatdım evə. Axırıncı dəfə deyəsən İsmail çəkmişdim. Avtobusa yatdı minən kimi. Çünki gün orta nə qədər bilim eləyib, yatmayıb, yeməkdə yeməyib, heç ancaq oynayıb. Ona görə gətirdim. Avtobusa yatdı, evə də gəldi, nə gedirdim, yemək yemədi. Nüçka verdim. İnanın o deyən gedib onu qalıb boğazında çöp kimi. Çünki çox öyüyürdü gecə öskürəndə. Onun üçün mən də başlayayım evləri bir dənə süpürüm, silim. Hər şey işi görüb, paltar falan yuyub biz gedəndən. Neçə gün idi yağış yağırdı, külək əsirdi. Bugün yaxşı biraz hava var idi. Onun üçün də mən də başlayayım evləri süpürüm, silim. Sonra nə olsa elə tikərəm. İsmail balaca bəbə olub. Hə, İsi? Balaca bəbə olmuşsan sən? Hə.
Sağ ol ömrüm. Ay sənə qurban olum. Sağ ol ömrüm. Süpürdüm. İndi də silirəm, gətirdim pol ağacını. Amma çəkməyəcəm. Çünki tez-tez siləcəm. Çünki işim çoxdur. İndi mətbəxə yığışanda çəkəcəm bir də. Bir dənə tez evləri silim, geçək. Belə xanımlar, təmizlədim. Qablar falan yığdım. Yenə bir dənə bu qablar yuyulacaq. Buradan İsmail'ə meyvə yuyub qoymuşuz ki, yesin. O da ki, yatdı. Bugün gec verdim meyvəsini. Həmişə tez verirdim. Da getdik deyə. Ona görə vaxt olmadı. Orada da paltarlar vardı. Qaynam yumuşdu. Onları da Aytaç qatlada yığdı yerinə. Belə. İndi bir dənə bu qabları yumaq qalıb. Bunu tez bazar yuyaram. Axşamda qaynam kartof qızartdı. Belə. Buralar da təmiz. Bir dənə qabları yuyacam. Başqa heç bir işim yoxdur. Hərdən mətbəximiz çox çirkli olanda çəkməyə utanıram doğrudan ki. Yəni hamı deyəcək ki, nə gündədir. Amma əslində heç o gündə olmur da. Nəsə olursa o günə düşür. Sonra yorumlarda yazırlar ki, sən demə elə bilir ki, təkcə bizim mətbəximiz bu günə düşür. Sən demə hamı mətbəxə bilirmiş. Onda çox təsəlli alıram ki, doğrudan da yəni təkcə bizim mətbəximiz bu gündə olmur da. Əslində hər şeyi belə gətiririk, yığırıq bura, oradan, buradan. Ona görə mətbəx ən çox çirklənən yer olur məncə. Çünki bütün otaqlarda nə var, hamısı gəlir mətbəxə dolur. Zibil qabı falan da mətbəxdə olduğu üçün. Belə, bu günlük də bu qədər. Bilmirəm, heç nə çəkməyəcəm daha. Çünki gün son bitdi. İsmail da öz-özünə yatdı. Çünki gün orta yatmamışdı. Avtobusda da çox az miqdarda yatdı. 15-20 dəqiqə uzağa yatdı. Onun üçün də bir də baxdım ki, uzanıb öz-özünə yatıb. Onun elə pampersini falan geyindirdim, yatsıdırdım. Bir də bu pampers söhbətinə gələk. Hamı soruşur ki, İsmail pampersdən çıxıb. Əslində İsmail pampersdən çıxıb. Çünki mən yay boyu onu evdən heç 3 gün çəkmədi, 2 gün çəkmədi. Bircə dəfə yerə kakaş elədi, pampers çıxandan sonra, pampersdən tamamilə çıxandan sonra 2 dəfə də çiş elədi. Ondan sonra artıq mütəmadiyyən artıq çişi gələndə qaça-qaça gəlir ki, ana çiş onu qarşıya gedirdi. Amma son bir ayda artıq tualetə gedir. Tualetə belə şey almışdım, bilirsiniz, üstlərini qoyub oturmalıq. İndi həmişə tualetə gedir. Yəni evdə olanda, məsəl üçün mənlə harasa gedəndə, həyətə düşəndə pampersin istifadə eləmirik. Yəni günorta yatanda da günorta gedirik tualetə, sonra yatırıq. Onda heç qaçırma falan eləmirdi yerinə. Amma bağçaya artıq məcburən bağçaya gedəndə qoyuram. Çünki bağçada unudur, müəllimiyə demir. Müəllimə nə qədər soruşsa da müəllimiyə yox deyir, amma pampersə çiş edir. Təzə keçəndə bağçada da pampersini eləmirdi. Yəni başqa nəyənka vardı, onu yəqin onu bilmirəm dəqiq. O aralar Amir doğuldu elədi, o ərəfələrdə pampersi eləmirdi. Yəni göndərdiyim pamperslə də arxaya qayıdırdı. Çünki yəqin çiş falan deyilmiş, orada nəyənka kaşka falan otuzdurulmuş. Amma son bir aydır tamamilə pampers qoyuram, ona deyil, sonra əlavə bir pampers də qoyuram ki, birdən dəyişərdi, uşaqda nəsə olar, ona görə onu da istifadə edirlər bağçada, 2 pampers istifadə edir. Bir də gecə yatanda pampers qoyuram, o da bəzən o da quru, pampers quru olur, bəzən də görürsən ki, arada çiş eləyir o pampersə, amma bəzən gecələr durur, deyir, ana çiş tez apardan tualetə. Yəni belə tam çıxmamışıq, amma çıxmışdı sayılır. Yəni bizim yanımızda heç vaxt qaçırma eləmir. Həmişə olanda gəlir, deyir, ana çişim var. O zaman tualetə gedir. Amma belə xanımlar, birinci olaraq bu ayaqqabını aldıq ekonomdan 19.90-a. Sonra Temudan belə bir sumka zakaz elədik, amma biraz balaca gəldi. Sonra hətta özünə bir qələm qabı aldı, yığıb içini.
Bir də Temudan belə bir jaket sifariş eləmişdik. Aytaca alt hissəsi büzməlidir. Qolunda da cibi var belə. Qəşəng isti bir şeydir. Videomuz bura kimi. Sağ olun, salamat qalın. Abunə olmağı unutmayın. Hələlik.